İsmayıllıda 2 iyul Azərbaycan polisi günü qeyd olunub. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, İsmayıllı rayon polis şöbəsinin rəisi, polis polkovniki Vüqar Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və polis əməkdaşları iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyev mərkəzində Azərbaycan polisi gününə həsr olunmuş tədbir keçirilib. İştirakçılar rəssamların əl işlərindən ibarət sərgi ilə tanış olub. Ümumilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Dövlət himni səsləndirildikdən sonra Azərbaycan polisinin keçdiyi inkişaf yolundan bəhs edən sənədli film nümayiş olunub. Tədbirdə çıxış edən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Azərbaycan polisi günü münasibətilə Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarını təbrik edib. O, ölkədə ictimai asayişin və sabitliyin qorunmasında Azərbaycan polisinin mühüm xidmətlərini vurğulayıb. Ümumilli lider Heydər Əliyevin daxili işlər orqanlarının formalaşması və inkişafındakı müstəsna rolundan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində daxili işlər orqanlarının maddi-texniki bazası gücləndirilib. Əməkdaşların peşəkarlığının artırılması istiqamətində mühüm addımlar atılıb. Tədbirdə nümunəvi xidmətlərinə görə bir qrup polis əməkdaşı İsmayıllı rayon İcra Hakimiyyətinin təşəkkürnaməsi ilə təltif olunub. İsmayıllı rayon polis şöbəsinin rəisi, polis polkovniki Vüqar Əliyev çıxışında polis əməkdaşlarına göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. Rafiq Həsənov, Elçin Məlikov, İranə Novruzzadə, Gün TV.